gedən cənazəyə baxın. Aparırlar İmam Hüseyn əleyhissalamın ziyarətindən çıxardıblar. Əbəlfəz ağanın hərəminə aparırlar dövr elətdirməyə. Məqsəd bilirsiniz nədir? Ki, ağacan gəlmişəm, məni qəbul eləyəsən. Məni gətiriblər ki, qəbul eləyəsən. Bəlkə bir nəzərin bəs eləyər ki, Allah məni bağışlasın. Mən əminəm ki, o kəslər ki, İmam Hüseyn əleyhissalamın ziyarətinə gəlirlər, onlara İmam Hüseyn əleyhissalam nəzər eləyir. Çünki dəvət eləyib deyə ağa onlara nəzər eləyir. Siz də bu ağanın ziyarətinə ki, gəlmişsiniz, biləsiniz, sizin bütün günahlarınız Allah tərəfindən pozulur. Və siz pak bir insan kimi elə bir yenidən dünyaya gəlmişsiniz. Harda var elə bir şəxsiyyət ki, gedəsən, həm səni dəvət eləyə, həm gedəsən sənə qulluq eləyə, həm sənə nəzər eləyə, həm də sənə şəfaətçi ola. Həm dünyada, həm də axirətdə. Həzrət Peyğəmbər əleyhissalam buyurur, Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyn hidayət çırağıdır.